Vurdun sülfəsinə var. Ey oba, ey el oba. Buna baxın, deşiklər var. Bu biri. Hamısı elədir, doludur konfet burada. Qida Təhlükəsizlik Agentliyi. Hara baxırsan, adi bir vətəndaşın boğazına gəlib çatırsan ki, məhsul keyfiyyətsizdir. Siz milləti qoruyursunuz, bu da elə. Siz milləti qoruyursunuzsa özünüzü, baxın, mən haqqımdır bu tələb eləmək. Mən əllərimə bax, nə gündə bu şəkildə pul qazanıram. Buna bax, bu da eyni. Hamısından qur çıxır. Nəyə görə? Canlı, hətta bəzilərində canlı çıxır. Bu da deşik. Qurtlamış konfet xeyirlidir da abi. Hə? Nəsə salamat çıxdı. Buna baxın. Üst başına baxın. Bura baxın yumurtalarına. Burada yumurtalarına baxın. Eyni qaydada bunda da elə. Açın onlardan açaq. Sonra deyərlər ki, özünüz yerləşdirmişsiniz buradan çiplərini. Bura baxın, qurd nəfər yeyir. Qurd düşür bu konfetlərə. Forte əmtər nişanı altında. Bu da bunun şəkili. Oba. El oba. Əziz tamaşaçılar, bu görüntü ilə bağlı biz sözügedən Oba mağazalar şəbəkəsinin mətbuat xidməti ilə dünən əlaqə saxladıq. Bizə məsələni araşdırılacaqlarını və açıqlama verəcəklərini bildirdilər. Lakin bugün biz həmin açıqlamanı onlardan ala bilmədik deyə sizə təqdim edə bilmirik. İstənilən halda, əgər vətəndaş belə bir iddiadan çıxış edirsə və video fakt varsa ortalıqda, deməli düşünməyə dəyər və qabaqlayıcı tədbirlər görmək lazımdır ki, belə hallar yaşanmasın. Amma mediaya belə münasibət, laqeyd münasibət isə heç bir halda qəbul edilməzdir, qəbul olunan deyil və yəqin ki, Oba mağazalar şəbəkəsinin rəhbərliyi bu barədə bir daha düşünər və növbəti müraciətlərimizdə bizə cavab verərlər.